Konstitusiya Məhkəməsinin hakimi ilə bağlı sərəncam. Rafael Sergeyeviç Qvaladze birinci dərəcəli vətənə xidmətə görə ordeni ilə təltif edilib. Axar nöqtəsi xəbər verir ki, Prezident İlham Əliyev bununla bağlı sərəncam imzalayıb. O, Azərbaycan Respublikası məhkəmə orqanlarında uzun müddətli səmərəli fəaliyyətinə görə mükafatlandırılıb. Bəli, Qvaladze 1908-ci il yanvarın 19-da Gürcüstanın Ladodix şəhərində anadan olub. 1971-ci ildə Bakı Dövlət Universitetinin hüquq fakültəsini bitirib. Həmin il Ali Məhkəmədə əmək fəaliyyətinə başlayıb. 1998-ci ilədək baş məsləhətçi, şöbə rəisi, hakim işləyib. Eyni zamanda prokurorluq və ədliyyə orqanlarında müxtəlif vəzifələrdə çalışıb. O, 1998-ci il iyulun 14-də Konstitusiya Məhkəməsinin hakimi təyin olunub. Bəli, Məhkəmə Hüquq Şurasının üzvüdür. Prezident onu vətənə xidmətə görə birinci dərəcəli vətənə xidmətə görə ordeni ilə təltif edib.